Əziz müəllimlər, bugünkü webinarımızın mövzusu məktəbə qədər uşaqların musiqi inkişafının yaş xüsusiyyətləridir. Bilirsiniz ki, məktəbə qədər yaş uşağın inkişafında həll edici bir mərhələdir. Bu dövrdə onların həyatının müxtəlif aspektlərində, o cümlədən fiziki, idrak, nitq, emosional və sosial inkişafında əhəmiyyətli dəyişikliklər baş verir. Və məktəbədə yaş uşaqların inkişaf xüsusiyyətlərini anlamaq, valideynlərə, müəllimlərə və uşaqlarla işləyən digər insanlara onların inkişafı və böyüməsi üçün ən əlverişli şərait yaratmağa kömək edir. Məktəbəqədər yaş sürətli fiziki, intellektual, emosional və sosial inkişaf dövrüdür. Bu dövrdə könüllülük, yəni diqqət, yaddaş, davranışı könüllülük nəzərdə tutulur, formalaşır. Oyun aparıcı fəaliyyətə çevrilir. Obrazlı və vizual aktiv düşüncə inkişaf edir. Nitq daha zəngin və ardıcıl olur. Uşaq özünü bir fərd kimi dərk edir. Baxın, uşaq özünün bir fərd kimi dərk edir. Yəni uşaq burada artıq sərbəst olur, müstəqil olur, sevincli olur və özgüvən olur burada və sosial normaları mənimsər və özünü məktəbə hazırlayır. Yəni müstəqillik və idrak maraqlarının əsasları məhz bu dövrdə formalaşır. Oyun vasitəsilə dünyanı aktiv şəkildə araşdırır, təxəyyülü inkişaf edir, emosionallıq və şəxsi keyfiyyətlər formalaşır. Məktəbəqədər yaş həmçinin emosional və sosial inkişafın intensivliyi ilə xarakterizə olunur. Belə ki, uşaqlar öz emosiyalarını tanımağa və onları idarə etməyə başlayırlar. Nə deməkdir tanımağa? Yəni uşaq özünün əhval-ruhiyyəsi, musiqiyə qulaq asan zaman hansı hissləri keçirir, yəni onu artıq ifadə etməyə bacarır və başa düşür. Ən əsası nədir? Başa düşür. Və əlbəttə ki, sonra uşaqlar sosial münasibətlər quraraq digər uşaqlara oynamağa başlayır, ünsiyyətin norma və qaydalarını anlama qabiliyyətlərini inkişaf etdirirlər. Məktəbəqədər yaşlı uşaqlar canlı emosiyalar və musiqi hərəkətlərini inkişaf etdirir, müvafiq əşyalarla oynayır, musiqi qavrayışlarını, oxuma və ritm hisslərini inkişaf etdirir və oyunlarda iştirak edirlər. Uşaqlar tanış və obrazlı melodiyalara daha yaxşı reaksiya verir. Eşitmə və səs qavrayışını inkişaf etdirməyi öyrənir, həmçinin hərəkət edirlər. Lakin müəyyən eşitmə pozğunluqları və digər problemlər səbəbindən eşitmə diqqətini inkişaf etdirmək üçün müəllimin daimi diqqətinə ehtiyac duyurlar. Yəni uşaqlar musiqini dinləyən zaman əgər diqqətsizdirlərsə, yəni yaddaşları biraz demək zəifdirsə, bu zaman müəllim daimi diqqəti daimi onların üzərində olmalıdır. Və məktəbəqədər uşaqların inkişafında musiqinin rolu nədən ibarətdir? Ümumiyyətlə, musiqi sadəcə əyləncə deyil. O, uşaqların zehni inkişafında mühüm rol oynayır. Tədqiqatlar göstərir ki, musiqi təhsili uşaqlarda idrak funksiyasını, emosional qavrayışı və sosial bacarıqları əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilir. Musiqi təhsili hər bir uşağın mənəvi dünyasının inkişafına dəqiq və məqsədyönlü təsir göstərir. Onun ümumi inkişafı ilə əlaqələndirilir və vahid şəxsiyyətin inkişafı kontekstində həyata keçirilir. Müəllim uşaqların musiqi əsaslığını inkişaf etdirməli. Onları yaxşılıq və gözəllik dünyası ilə tanış etməlidir. Və musiqidə insan hisslərini və təcrübələrinin həyat verici mənbəyini kəşf etmələrinə müəllim kömək etməlidir. Aktiv, müxtəlif fəaliyyətlər qabiliyyətini inkişaf etdirməlidir. Musiqi sənətinə dəyər yönümlü inkişaf formalaşdırılmalıdır və uşaqların bədii və yaradıcı qabiliyyətlərinin inkişafına müəllim kömək etməlidir. Musiqi dinləmək, eşitmək qabiliyyəti fitri bir xüsusiyyət deyil. Məktəbəqədər uşaqların idrak və yaradıcı qabiliyyətləri musiqi ilə qarşılıqlı əlaqə və musiqi əsərlərinin məqsədyönlü təhlili yolu ilə inkişaf edir. Axı bədii zövqün açarıdır musiqi. Çünki məhz bu istiqamətdə məktəbəqədər uşaqlar idrak və yaradıcı qabiliyyətlərinin musiqi ilə qarşılıqlı əlaqə və musiqi əsərlərinin məqsədyönlü təhlili yolu məhz musiqidə inkişaf edir. Çünki özünü dərk etmə fəaliyyəti, dərin təcrübələr, estetik zövqün formalaşması, bütün bunlar hamısı musiqi ilə bağlıdır və musiqi bunların açarıdır. Musiqi qavrayışı musiqi fəaliyyətinin ən fundamental aspektidir. Çünki o bütün digər fəaliyyətlərdən əvvəl gəlir. Uşaqlar dərslər zamanı əsasən mahnını birgə öyrənməklə məşğul olsalar da, onu qəbul etməlidirlər. Yəni, təkcə sadəcə mahnını oxumaqda söhbət getmir. Musiqini qəbul etməlidir. Və musiqinin uşağın şəxsiyyətinə təsirini tədricən daha da zənginləşən və dərinləşən çox sayılı, bir-biri ilə əlaqəli musiqi təəssüratlarının nəticəsi olduğunu nəzərə almaq lazımdır. Yəni, hər bir fəaliyyətdə uşaq
musiqiyə qulaq asan zaman, musiqi dinləyən zaman onda müəyyən təəssüratlar yaranır. Və bu təəssüratları uşaqlar əlbəttə ki, ifadə edirlər və hər bir müəllim də ki, uşaqların aldığı təəssüratları nəzərə almalıdır və bu nəzərdən keçirməlidir. Hər bir əsər üzərində iş məktəbəqədər uşaqlar dərin hisslər və düşüncələr dünyası ilə tanış edir. Yaxşı və pis, sevgi və nifrət və sair hissləri uşaqları formalaşdırır. Yəni tanış edir daha doğrusu. Musiqi qavrayışının inkişafı xüsusən də öyrənmənin ilkin mərhələsində çətindir. Çünki uşaqlar əsəri qəbul edə bilmirlər. Onlar diqqətsiz ola bilir. Sonra isə sanki musiqini eşitməyiblər kimi yenidən dinləyirlər. Uşaqlar 5-6 yaşına etibarən musiqi əsərini dinləyə və yadda saxlaya, onun xarakterini, əhval-ruhiyyəsini və canlı musiqi ifadəsini müəyyən edə bilirlər. Musiqi tədqiqatçılarının araşdırmaları göstərir ki, uşaq bağçasında əsərin ümumi əhval-ruhiyyəsini və xarakterini ayırd edən kiçik yaş uşaqlarda musiqinin yaratdığı hisslər çox keçici olur. 4-5 yaş məktəbəqədər uşaqlarda musiqi qavrayışı daha da uzun müddət davam edir. Yəni uşaqlar kiçik yaşlarında musiqini eşidib yadlarından çıxarda bilərlər, amma bir qədər böyüdükdən sonra isə onlarda artıq bu uzun müddət ola bilər, davamlı ola bilər. Yəni uzana bilər yadda qalmaq. Lakin onların könlünü diqqət inkişaf etməmişdir. Buna görə də dinləmək üçün nəzərdə tutulmuş əsərlər qısa və obrazlı olmalıdır. Uşaqların dinlədiyi musiqi öyrəndikləri mahnılarla eyni tələblərə cavab verməlidir. Əlçatanlıq olmalıdır və mövzunun uşaqların maraqlarına uyğunluğu olmalıdır və əsasən də uzunluğu ilə müəyyən edilir uşaqların maraqlarına uyğunluğu. Əsərin məzmunu, hər hansı bir musiqinin eşitməyin, musiqi dinləməyin, musiqi oxumağın zaman. Və 4-5 yaşlı uşaqlar musiqini diqqətlə nə qədər vaxtda izləyə bilərlər? 1 dəqiqə və yaxud da 2 dəqiqə yarım izləyə bilərlər. Amma get-gedə 5-6 yaşında uşaqların diqqəti artır və buna görə də onların dinləmə vaxtları artıq 2 dəqiqə yarımı qədər davam edə bilir. Musiqini eşitmək və qavramaq, onun xarakterini ayırd etmək və onun obrazını, inkişafını izləmək deməkdir. İntonasiya və əhval-ruhiyyədəki dəyişikliklər. Bu əsəri dinləyərkən musiqi təcrübəsini videolar və ya slaydlarla müşahidə etmək vacibdir. Yəni uşaqlar musiqi dinləyən zaman vacib deyil ki, müəllimin ifası olsun, canlı ifası olsun. Düzdür. Əslində müəllimin canlı ifası çox önəmlidir, çünki uşaqlar canlı səs eşitməlidir. Amma eyni zamanda bunlar videolar, slaydlar şəkildə də nümayiş etdirilə bilər. Yəni, uşaqların sənətə vahid baxışı var. Musiqi, ədəbiyyat və incəsənətin sintezi məktəbəqədər uşaqların musiqi qavrayışını əlbəttə ki, zənginləşdirir və məktəbəqədər təhsildə musiqi dərsləri uşaqların musiqiyə baxışında mühüm mərhələdir. Erkən yaşında musiqi uşaqların ilk estetik təcrübələrini oyadır. Yəni, uşaq ilk dəfə musiqini eşidir və onlar musiqiyə maraq göstərməyə başlayırlar və dinləmə zamanı diqqət və konsentrasiya, motor reaksiyaları və üz ifadələri ilə onların bu dinləməkləri ifadə olunur. Erkən uşaqlıq dövründə musiqi təhsili proqramı uşaqları müxtəlif musiqi fəaliyyətləri ilə tanış etməyə əhatə edir. Musiqiyə maraq oyatmaq, əsas musiqi qabiliyyətlərini inkişaf etdirmək və bəzi əsas ifaçı bacarıqlarına yiyələnmək. Və kiçik yaşlı uşaqlar üçün oyun bilirik ki, əsas fəaliyyətdir. Çünki oyun vasitəsilə uşaqlar ilk həyati bacarıqlarını inkişaf etdirir və əldə edirlər. Bu yaşda oyunun təməli qoyulur və ilk sadə hekayə əsaslı oyunlar ortaya çıxır. Bu baxımdan bu yaşda olan uşaqlarda, söhbət kiçik yaşlı uşaqlardan gedir, musiqi qavrayışını inkişaf etdirərkən oyun texnikalarına və oyuncaqlardan istifadə etmək çox vacibdir. Məsələn, it və ya kukla uşaqların hərəkətini seyr edə və ya onlarla birlikdə rəqs edə bilər. Tədricən uşaqlar mahnı oxumaq və musiqiyə uyğun hərəkət etmək üçün əsas bacarıqlara yiyələnirlər. Burada müəllimin rolu artır və oyun fəaliyyətlərinə musiqini daxil etməyin müxtəlif yollarını nümayiş etdirir. Körpənin kukla ilə oynadığını görən müəllim layla oxuyur və uşağı kuklanı yelləməyə dəvət edir. Beləliklə, uşaqların müstəqil hərəkətlərini müəllimlər tərəfindən təşviq edildiyini və stimullaşdırdığını görürük. Yəni, müəllim bunu eyni zamanda uşaqlara deyərək, uşağın kukla ilə oynadığını görür və deyir ki, gəl bunu yelləyək. Və bu zamandakı müəllim doğrudan da uşaqların müstəqil hərəkətlərini görür və uşaqlara bunu təşviq edir. Yəni, bunu məqsəd yönlü şəkildə bunu edir. Və
Yaş yarım 2 yaşında uşağın eşitmə təcrübəsini zənginləşdirməyə yönəlmiş tapşırıqlar qoyulur. Müəllim uşaqlara cıngıltı, zəng və musiqi oyuncaqlarının səslərinin diqqətlə dinləməyi öyrədir. Uşaqlara musiqi nüanslarını, yəni kədərli və yaxud da şən, yavaş və sürətli əsərlər qavramağı öyrətmək vacibdir. Beləliklə, uşağın musiqi qavrayışının dərinliyinin tədricən inkişafını görürük. Hətta erkən uşaqlıq dövründə belə ifa etmək üçün bəzi ilkin şərtlər ortaya çıxmağa başlayır. Həyatının 2-ci və 3-cü ilində uşaqlar musiqi haqqında sadə fikir yürütməyə başlayırlar. Onlar musiqi əsərinin xarakterik haqqında nəticələrini müəyyən musiqi vasitələrinə əsaslandırırlar. Çox vaxt bu musiqinin tempolu, sürətli musiqi sevinclə, yavaş musiqi isə kədərlə əlaqələndirir. Və həyatının 3-cü ilində uşaqlar böyüklər tərəfindən nümayiş etdirilən musiqiyə uyğun artıq hərəkətlər əzbərləyirlər. Onlar musiqinin xarakterini, rəqs və yaxud da marşı hərəkət vasitəsilə çatdırırlar. 2-3 yaş arasında uşaqların musiqini qavraması daha şüurlu olur və musiqi təəssüratlarının diapazonu genişlənir. Beləliklə, musiqi qavrayışının keyfiyyəti və dərinliyi uşağın yaşından asılıdır. Uşaqların nitq və motor bacarıqları inkişaf etdikcə musiqini daha mənalı şəkildə qavramağa başlayırlar. Lakin musiqi qavrayışının keyfiyyəti həmişə yaşla əlaqəli deyil. Əgər uşaq uşaqlıqdan bəri musiqi ilə tanış deyilsə, qavrayışa hətta yetkinlik dövründə belə inkişaf etməmiş qalır. Yəni, uşaq bunu hələ kiçik yaşlarından musiqi ilə tanış olmalıdır ki, o musiqinin nə olduğunu anlaya bilsin ki, o yetkinlik yaşa çatanda artıq musiqi dinləyə bilsin. Belə şəxslər adətən klassik musiqini anlaya və başa düşə bilmirlər. Çünki o emosional reaksiya doğurmur. Yəni, klassik musiqini insanlar başa düşməyə bilər. Çünki əvvəlcədən o musiqini eşitməyib deyənə, dinləməyib deyənə və ona görə bu klassik musiqini başa düşməyə bilər. Və əgər insan inkişaf etmiş bir qabiliyyətə malikdirsə, o musiqi əsərinin mənasını yalnız bir dəfə eşitdikdən sonra başa düşür. Uşaqların musiqi duyğu qabiliyyətlərinin əsas komponentləri səsin əsas xüsusiyyətlərini, yüksəklik, müddət, tembr və gücü dinləmək, ayırd etmək və təkrarlamaqdır. Tembr və güc kimi səs xüsusiyyətlərini ayırd etmək uşaqlar üçün çətin deyil. Səs tonunu və ritmik əlaqələri ayırd etmək daha mürəkkəbdir. Kiçik və məktəbə qədər yaşlı uşaqlar üçün musiqi təhsili, musiqi duyğu qabiliyyətlərinin inkişafına yönəldilməlidir. Məktəbə qədər yaşlı uşaqlar üçün musiqi inkişaf metodlarına uşaqlara oynaq şəkildə təklif olunan geniş didaktik tapşırıqlar daxildir. Bu tapşırıqları yerinə yetirərkən uşaqlar diqqətlə dinləyir, musiqi səslərini müqayisə edir və fərqləndirir, onları oxuma, ritmik hərəkətlər və musiqi alətlərində ifa etməklə təkrarlayırlar. Uşaqlar bu cür sadə tapşırıqları hətta erkən yaşlarında belə yerinə yetirə bilirlər. Musiqi tərbiyəsi uşağın emosional, estetik və yaradıcı inkişafının vacib hissəsidir. Uşaq bağçasında bu proses mərhələlərlə uşaqların yaş xüsusiyyətlərinə və qabiliyyətlərinə uyğun şəkildə həyata keçirilir. İndi isə baxaq görək, uşaqların bu yaş mərhələlərində, yəni musiqi fəaliyyətləri nədən ibarətdir və birinci mərhələ əlbəttə ki, kiçik məktəb erkən yaş dövrüdür, 1-3 yaş. Burada məqsəd nədir, vəzifələri nədir müəllimlərin və burada hansı fəaliyyət nümunələrindən istifadə etmək lazımdır. Məqsəd erkən yaş dövrü üçün musiqi məşğələlərinin məqsədi. Uşaqlarda musiqi və səslərə ilkin maraq oyatmaq, sadə eşitmə və ritmik reaksiyaları formalaşdırmaq, vəzifələr hansılardır müəllimlər? Uşaqların musiqiyə emosional cavab verməsini təmin etmək, sadə musiqi hərəkətləri və oyunları tətbiq etmək, qrupda birlikdə oxuma və dinləmə vərdişlərini yaratmaq. Bütün bunlar erkən yaşlı uşaqlarının yəni musiqi məşğələsində müəllim nələri hansı vəzifələr durur qarşısında odur və burada fəaliyyət nümunələrini də qeyd etmək istəyirəm müəllimlərimə. Çünki uşaqlarda musiqi səsləri və ilkin maraq oyatmaqdır, eşitmə və ritmik reaksiya formalaşdırmaq. Yəni bu zaman hansı fəaliyyət nümunələrindən istifadə etməlidir müəllimlər? Bu zaman müəllimlər qısa və ifadəli musiqi parçalarını qulaq asdırmalıdır uşaqlara, əl çalmaq, addımlamaq, yelləmək kimi hərəkətlər verməlidir. Musiqi oyuncaqları ilə oyunlar, baraban, zəng, üçbucaqlarla ifa etməyi verməlidir. Sadə yadda qalan uşaq mahnılarını birlikdə oxumağa, yəni ki, təşviq etməlidir. İkinci mərhələ isə 3-4 yaşlı uşaqları əhatə edir. Orta məktəbə qədər yaş dövrüdür. Burada məqsəd nədən ibarətdir? Musiqi məşğələlərinin məqsədi nədən ibarətdir? Uşaqlarda ritm hissini və musiqi eşitmə qabiliyyətini inkişaf etdirmək, oxuma və musiqi hərəkətlərini təkmilləşdirmək. Bəs burada bu 3-4 yaşlı uşaqlar üçün musiqi məşğələlərinin vəzifələri hansılar? Yəni müəllimin qarşısında duran vəzifələr hansılardır? Müəllimin qarşısında duran vəzifələr
orta yaş dövrü üçün, 3-4 yaş uşaqlar üçün musiqinin xarakterinin fərqləndirməyi öyrətmək, şən, sakit, sürətli, yavaş, sadə mahnıların melodiyasını qulaqla düzgün təkrarlamaq, yəni eşidərək, qulağı ilə eşidərək təkrarlamaq və ritmik oyunlar və hərəkətlər vasitəsilə koordinasiyanı inkişaf etdirmək. Yəni bu çox böyük bir önəmli bir şeydir. Müəllimin qarşısında duran bir vəzifədir ki, uşaqlar ritmik oyunlar və hərəkətlər vasitəsilə müəllim onlarda diqqəti inkişaf etdirir. Yəni bir nöqtəyə koordinasiya eləmək, bir nöqtəyə tuşlanmaq. Və bu zaman hansı fəaliyyət nümunələrindən müəllim istifadə etməlidir? Bütün bunları, bu vəzifələri həyata keçirmək üçün axı müəllimin qarşısına məqsəd qoyulub axı, eşitmə qabiliyyətini inkişaf etdirmək və oxuma və musiqi hərəkətlərini təkmilləşdirmək. Bu zaman musiqi ritmik oyunlar və rəqslər fəaliyyət nümunələridir. Sadə uşaq alətlərində ifa, hərəkət və musiqinin uyğunlaşdırılması, musiqi əsərlərinin xarakteri haqqında söhbətlər. İndi biz və bir də burada 3-cü mərhələni qeyd etmək istəyirəm. 3-cü mərhələ müəllimlər böyük məktəbə qədər yaş dövrüdür. 4-5 yaş dövrü əhatə edir. Baxaq görək burada məqsəd, vəzifə və fəaliyyət nümunələri hansılardır? Böyük məktəbə qədər yaş dövrü üçün, yəni 4-5 yaş uşaqlar üçün musiqi məşğələsinin məqsədi musiqini şuurlu şəkildə qavrama bacarığını inkişaf etdirməkdir. Musiqi yaddaşını, diqqəti və emosional reaksiya qabiliyyətini gücləndirməkdir. Və hansı vəzifələr durur qarşımızda? Uşaqlara müxtəlif xarakterli musiqiləri tanıtmaq, ansambl şəklində oxuma və ifa etmə vərdişləri yaratmaq, musiqi vasitəsilə estetik zövq formalaşdırmaq. Bu 4-5 yaş uşaqları musiqi məşğələsi zamanı müəllimin məqsədlərə çatması üçün qarşısında duran vəzifəsidir. Baxaq görək bu vəzifələri müəllim həyata keçirmək üçün hansı fəaliyyət nümunələrindən istifadə etməlidir. Bu zaman müəllim mürəkkəb musiqi parçalarına qulaq asmaq və müzakirə etmək, ksilofon, mikrofon, baraban kimi alətlərdə sadə ritmləri ifa etmək, musiqi ilə səhnəciklər və hərəkətli oyunlar təqdim etmək və mahnıların ansambl ifası kimi fəaliyyət nümunələrindən istifadə etməlidir ki, uşaqlarda musiqi yaddaşının diqqəti və emosional reaksiya qabiliyyətini gücləndirsin və həmçinin qavrama bacarığını inkişaf etdirsin. 4-cü mərhələ uşaqların yaş dövründə məktəbə hazırlıq qrupudur, yəni 5-6 yaş dövrüdür. Burada da ki, musiqi məşğələsinin məqsədi uşaqları məktəbə musiqi təliminə hazırlamaq və musiqiyə davamlı maraq və məhəbbət tərbiyə etməkdir. Yəni, uşaqları məktəbə, əlbəttə ki, biz bilirik ki, bağçadan sonra uşaqlar mütləq məktəbə getməlidir. Və bu zaman uşaqlar məktəbdə də musiqi dərsi keçirlər və buna hazırlamaqdır musiqi məşğələlərinin məqsədi. Və musiqiyə davamlı maraq və məhəbbət tərbiyə etmək. Bu zaman hansı vəzifələr durur müəllimlərin qarşısında məktəbə hazırlıq qrupunun üçün musiqi məşğələsi keçən zaman? Musiqi zövqünü, intonasiya və ritmisini dərinləşdirmək, musiqi janrları haqqında ilkin bilikləri vermək, kollektiv ifa bacarıqları formalaşdırmaq. Bəli, burada musiqi zövqündən danışır, uşağın hiss etməsindən danışır, hansı musiqini daha çox sevməsindən danışır və əsas onun ritmika hissini, yəni dərinləşdirilməsindən danışır. Zaten bunu məlumatlıdır uşaq və bunu biraz da möhkəmlətmək, dərinləşdirmək lazımdır ki, uşağın ritmisi olsun və bunu ifadə edə bilirsin. Bu zaman hansı fəaliyyət nümunələrindən istifadə edir müəllim, yəni bunları həyata keçirmək üçün? Qarşısında duran vəzifələri dedik, məqsəd musiqi təliminə hazırlamaqdır, məktəb musiqi təliminə və maraq və məhəbbət tərbiyə etməkdir musiqiyə. Bu zaman mahnı, marş və rəqs janrları tanışlıqdır. Uşaq bilməlidir ki, mahnı nədir, mahnı marş nədir, marş nədir, rəqs nədir və mahnı rəqs nədir. Yəni bunların hamısını bir-birindən ayırt etməyə bacarmalıdır. Uşaq mahnını oxumaq, onlar marş adımlamaq üçündür, rəqs isə rəqs etmək üçündür. Yəni bunların mahiyyətini anlamalıdır, bunu öyrətməlidir müəllimlər. Unision və rollar üzrə mahnı ifası, yəni uşaqlar bir yerdə ifa etməyi bilməlidir, nə deməkdir və mahnıları, elə mahnılar var ki, bunlar yəni xüsusi mahnılardır ki, burada rollar da obrazlı bir təsvirdir və bunu uşaqlar rollar obrazlar şəklində ifa edirlər və musiqili bayram və tədbirlərdə çıxışlar. Əlbəttə ki, musiqili bayram və tədbirlərdə çıxışlar məktəbə hazırlıq yaş dövrünə aiddir. Bir də sadə improvizasiya və yaradıcılıq tapşırıqları. Yəni, uşaqlar musiqini oxuyan zaman özlərindən, yaradıcılıqlarından nəsə bir göstərirlər, nümayiş edirlər özlərinin istedadlarını göstərirlər ki, bu da improvizasiya və yaradıcılıq tapşırıqları adlanır. Sonda hansı nəticəyə nail oluruq? Sonda nəticə nədən ibarətdir? Uşaq bağçasında musiqi tərbiyəsi mərhələlərlə həyata keçirildikdə uşaqların musiqi duyumu, estetik zövqü və yaradıcı qabiliyyəti inkişaf edir. Bu proses həm də onların ümumi emosional və intellektual inkişafına müsbət təsir göstərir.
Bəs uşaq bağçasında musiqi fəaliyyətinin növləri dedikdə nə başa düşülür? Uşaq bağçasında musiqi fəaliyyətinin növləri uşaqların musiqi qabiliyyətlərini, yaradıcılığını və emosional ifadəliyini inkişaf etdirmək məqsədi daşıyır. Əsas musiqi fəaliyyət növləri hansılardır? Mahnı oxuma, yəni vokal fəaliyyəti, musiqi alətlərində ifa, yəni instrumental fəaliyyət, musiqi ilə hərəkət və rəqs, yəni ritmik fəaliyyət, musiqiyə qulaq asma, yəni dinləmə, bir də musiqili oyunlar, yəni və improvizasiya. Demək, burada mahnı oxumada uşaqlar mahnıları öyrənir, ifa edirlər, düzgün nəfəs, səs və intonasiya vərdişləri formalaşır, musiqi duyumu, diqqət və yaddaşı inkişaf edir. Musiqi alətlərində ifa zamanı sadə uşaq musiqi alətlərindən istifadə olunur. Baraban, triangel, kastanyet, metalofon, taxta çubuqlar və s. Ritim duyumu və koordinasiya bacarıqları inkişaf edir bu zaman. Kollektiv ifa vərdişləri yaranır. Yəni uşaqlar bir yerdə başlayıb, bir yerdə bitirməyi bilirlər və musiqinin hansı yerində onlar ritmi vurmalıdırlar, yəni ona daha doğru diqqət yetirirlər ki, bu da onların idraki bacarıqlarını inkişaf etdirir. Musiqi ilə hərəkət və rəqs, ritmik fəaliyyət, yəni musiqi ritmi hərəkətlər. Uşaqlar musiqinin tempinə və xarakterinə uyğun hərəkət edirlər, bədən plastikasını, estetik zövqü və emosional ifadəliliyi inkişaf etdirirlər. Milli və xalq rəqsləri uşaqlara öyrədilir. Musiqiyə qulaq asma, dinləmə bölməsində isə, dinləmə mərhələsində isə yəni bu uşaqlar klassik xalq və uşaq musiqilərini dinləyirlər, musiqinin əhvalını, tempini və xarakterini ayırd etməyi öyrənirlər. Estetik və emosional tərbiyə bu zaman güclənir. Sonuncu fəaliyyət isə musiqili oyunlar və improvizasiyadır. Yəni bura musiqi didaktik oyunlar da deyirlər. Uşaqlar musiqi müşayiəti ilə oyunlar oynayır, səsləri və ritmləri təqlid edirlər. Yaradıcılıq və təşəbbüskarlıq inkişaf edir bu zaman və əyləncəli şəkildə musiqi duyumları uşaqların möhkəmlənir. Qısa şəkildə desək, məqsəd nədən ibarət oldu mahnı oxumada, alətlərdə, ifada, rəqslərdə, musiqi dinləmədə və musiqi oyunlarda? Mahnı oxumada məqsəd səs, intonasiya və nəfəsin inkişafı, alətlərdə ifada, ritm və koordinasiya bacarıqlarının formalaşdırılması, rəqs və hərəkətdə bədən ifadəsi və emosional inkişaf, musiqi dinləmədə musiqi zövqü və emosional qavrayış, musiqi oyunlarında isə yaradıcılıq və kollektiv bacarıqlarının inkişafı. Bəs uşaq bağçasında musiqi məşğələləri hansılardır? Bunların mahiyyəti, məqsəd, vəzifələri, növləri hansılardır? Yəni musiqi məşğələlərinin ümumi mahiyyəti nədən ibarətdir, müəllimlər? Məktəbəqədər uşaqlar üçün musiqi tərbiyəsi onların duyğusal inkişafının, nitq və ritm hissinin, sosial adaptasiyasının, yaradıcılıq bacarığının formalaşmasının əsas vasitələrindən biridir. Burada məqsəd və vəzifələr hansılardır? Musiqiyə maraq oyatmaq, ritm hissini inkişaf etdirmək, melodik intonasiya bacarıqlarını formalaşdırmaq, sosiallaşma və ünsiyyəti artırmaq və estetik zövqü inkişaf etdirmək. Bəs musiqi məşğələlərinin növləri hansılardır? Əlbəttə ki, biz bunları çox gözəl bilirik. Mahnı öyrənmə işi, ritmik hərəkətlər və rəqs, musiqiyə qulaq asma, musiqi alətlərində ifa. Eyni zamanda da musiqili didaktik oyunlar, bayaq musiqili oyunlar qeyd eləmişdir. Bəs musiqi məşğələlərinin mərhələləri deyikdə, bu mərhələ neçədir? Əlbəttə ki, təşkilati mərhələ birinci mərhələdir, ikinci əsas mərhələdir və üçüncü isə yekun mərhələdir. Metodik prinsiplər hansı prinsiplərdir? Yaşa uyğunluq prinsipi, oyun metodunun üstünlüyü, təkrarın rolu, emosional mühit, fərdiləşdirmə və inklüzivlik. Və inklüziv baxımdan da əsas yanaşmalar hansılardır? Eşitmə çətinliyi olan uşaqlar üçün üsullar, nitq çətinliyi olan uşaqlar üçün üsullar, autizm spektrli uşaqlar üçün strukturlaşdırılmış yanaşma, hiperaktiv uşaqlar üçün hərəkətli tapşırıqlar. Bu, inklüziv baxımdan olan yanaşmalar idi. Və bu zaman, ümumiyyətlə, musiqi məşğələləri zamanı müəllimin rolu nədən ibarətdir? Əlbəttə ki, müəllimin rolu ondan ibarətdir ki, müəllim əsas səs və tonun uyğunlaşdırılmalıdır, repertuarı düzgün seçməlidir, müsbət motivasiya yaratmalıdır və uşaqların potensialını görməlidir. Bəs bir müəllim olaraq hansı metod və üsullardan istifadə etməlidir? Əlbəttə ki, imitasiya, demonstrasiya, sual-cavab və ritm kartları, həmçinin nağıl metodu və sensor metoddan müəllim istifadə etməlidir. Demək, məşğələlərin formalarına gəldikdə isə, məşğələlərin formaları dedikdə biz kollektiv məşğələ, kiçik qruplarla məşğələ, fərdi yanaşma və musiqili tədbirləri demək
qeyd etməliyik. Bəs bağçada inklüziv musiqi təhsili bilirik ki, keçirilən inklüziv təhsil nədir? İnklüziv musiqi təhsili məktəbdə yaşlı uşaqların hər birinin, o cümlədən xüsusi təhsil ehtiyacı olan uşaqların musiqi fəaliyyətinə bərabər, əl çatan və uyğunlaşdırılmış şəkildə cəlb olunmasıdır. Burada məqsəd nədən ibarət? Yəni inklüziv musiqi təhsilinin məqsədi nədir? Musiqi vasitəsilə uşaqların inkişafını dəstəkləmək, sosiallaşmaq və ünsiyyət bacarıqlarını artırmaq, xüsusi təhsil ehtiyacı olan uşaqların tədrisə bərabər daxil olmasını təmin etmək. Bəs inklüziv musiqi təhsilində əsas prinsiplər nədən ibarətdir? Fərdiləşdirilmiş təhsil, əlçatan mühit və vasitələr, bir də bərabər iştirak imkanı. Yəni inklüziv təhsildə bütün uşaqlar bərabər inkişaf etməlidirlər. Musiqi fəaliyyətlərinin növləri burada inklüziv təhsil üçün hansılardır? Ritm oyunları, sadə musiqi alətlərində ifa, musiqi ilə hərəkət və rəqs, səs tanıma və eşitmə məşqləri. Bu zaman uyğunlaşdırılmış üsullar da var. Bunlar da inklüziv təhsil olduğuna görə sadə və təkrar olunan ritm tapşırıqları uyğunlaşdırılmış üsuldur. Hərəkət məhdudiyyəti olan uşaqlar üçün oturaq fəaliyyətlər, autizmli uşaqlar üçün strukturlaşdırılmış və qısa təlimatlar, bir də vizual kartlardan istifadə. Sonda mən inklüziv musiqinin faydaları haqqında demək istəyirəm. Hansı faydalardır inklüziv musiqinin faydaları? Eşitmə və ritm hissinin inkişafı, emosional tənzimləmə, sosial bacarıqların güclənməsi, qrupda əməkdaşlıq və birlik hissəsi. Bütün bunlar hamısı inklüziv musiqiyə aid idi, inklüziv musiqi təhsilinə aid idi və eyni zamanda mən sizə bütün mövzuların açıqlamasını verdim. İstər yaş xüsusiyyətləri olsun, istəyir mərhələlər olsun, istəyir məqsəd və vəzifələr olsun. Elə bilirəm ki, bütün müəllimlər mənim bu mövzularımın izahını başa düşdülər və yadlarında saxladılar. Sağ olun müəllimlər.